Salam dəyərli izləyicilər. Bugündən biz 9-cu sinifə hansı suallar düşə bilər ona başlayacağıq. Part 1, hissə 1 gələcək, yəni 10 sual, 10 sual izah olunacaq. 10 günlük davam edəcək. 10-11 günlük davam edəcək. Deməli, keçid eləyək suallara. Birinci sual. Şəkildə CD FY-yə paralel, AB-yə paraleldir, CY tənbələndir, BAC-miz 40 dərəcədir. Biz bunu elə üzərində yazsaq. Deməli, yaxınlaşdıraq. BAC 40 dərəcə. Belə götürsək. Deməli, CF tənbələndi. BAC 40 dərəcədir. 40 dərəcədirsə, biz nə bilirik? 40 dərəcədirsə, DCA-mız nə olar? 140 dərəcə olar. Yəni, daxili bir tərəfli bucaqlardır. 140-ı da 2-yə böləndə, yəni tənbələn olduğuna görə 70 olar buralar. Deməli, belə. CF Y-ni tap deyir. CF Y-ni tapanda da bucaq DCF ilə YFC-nin cəmi. Yəni YFC-nin cəmi 180-dir. Yəni bunlar da öz aralarında daxili bir tərəfli bucaqlardır. Yəni 70 üstə gəl. CFY də ola bilər. CFY. Bərabər 180-dir. 180, yəni bucaq CFY-miz olacaq necə? 110 dərəcə. 110 dərəcə. Yəni 180-dən çıxırıq, 70-i 110 dərəcə olar cavab. D variantı olar. Yaxşısı, ən yaxşısı sağ tərəfdə yazıb həll eləməkdir. Keçək biz ikinci suala. İkinci sualı keçək. İkinci sualda nə var? A-nın B-yə nisbəti 6-nın 7 nisbətindədir. 6 bölü 7 nisbətində. Əkob AB, çıx əbəb AB 205 verilib. A üstə gəl B cəmini tapın. Deməli, biz A-ya deyirik 6K, B-yə deyirik 7K. Buradan əkob A-nın yerinə 6K yazırıq. B-nin yerinə biz yazırıq 7K. Çıxılsın əbob da. Əbob 6K, 7K yazsaq da bərabərdir 205. Yazaq 205. Əkobu nə olar? 6 ilə 7-nin 42, yəni o bir ortaqda K olacaq. 42K çıxılsın. Əbobu ortaq olan bir dənə, yəni K olar. Bərabərdir 205. Buradan 41K-mız bərabərdir 205 olar. K-mız da olacaq. 205-i 41-ə böləndə 5 olacaq. Bizə A üstə gəl B cəmini tap deyir. A üstə gəl B-miz də 6K üstə gəl 7K-dır. O da bərabərdir 13K eləyir. 13K bərabərdir 13 vurulsun. K-mız da oldu 5. 13-ü də 5-ə vuranda cavabımız olacaq 65. Yəni C variantı olar cavab. Keçək biz üçüncü suala. Üçüncü sualda. Deməli, üçüncü sual maraqlı sualdır. Çoxluq verilir. Buraya yazmasaq da olar. Çoxluğun neçə alt çoxluğu var? Yəni, alt çoxluqların sayı necə tapılırdı? Elementlərin sayı biləndə biz alt çoxluqların sayını tapa bilirdik. 2 üstü n ilə. N bizdə çoxluqdakı elementlərin sayıdır. Burada nədir? N'imiz nədir? 2 elementi var. 5 dənə elementi var. O da 2 üstü 5 edəcək. Yəni 5 dənə 2-nin özünə hasili. O da 32 eləyər cavab. Yəni çalışma 3-də cavab, sual 3-də cavab olacaq 32. Keçək dördüncü suala. Dördüncü sualda. Dördüncü sual. Birinci şəkli çəkək. A, B, C üçbucağı verilib. A, B, C üçbucağı verilib. Və BD tənbələndi bizdə. A, B,
C, bir də D. Yəni BD tənbələn olduğuna görə biz götürək belə alfa alfaya bərabərdir. Yəni bu bucaqlar bərabərdir. ABD bucağı ilə DBC bucağı bərabər. AB'miz 6-dır. BC'miz 9-dur. AC'miz ümumi 12-dir. AC'miz ümumi 12-dirsə, AD'yi biz x desək onda, DC'miz nə olacaq? 12 çıx x olacaq. Yəni 12-dən ümumi x'i çıxacağıq. AD parçasının uzunluğunu tapın. Yəni x'i tapın. Biz bunu necə tapacağıq? Əlbəttə ki, tənbələnin, yəni üçbucaqda tənbələnin xassəsinə görə. Tənbələnin xassəsi necə idi? Sağdakilərin nisbəti soldakilərin nisbətinə bərabərdir. Yəni 6-nın x-ə nisbəti bərabərdir nəyə? 9-un 12 çıx x-ə nisbətinə. Buradan da vurub açsaq 9 vurulsun x bərabərdir 6-nı da vursaq 12 çıx x-ə 6 vur 12 72 eləyir. Çıxılsın 6-nın x-ə olanda 6x. Sola keçsə 9x üstə gəl 6x olacaq. O da bərabərdir 72. Buradan 15x'imiz bərabərdir 72. 15x bərabərdir 72. X'imiz olacaq 72-ni 15-ə bölək. 15-ə bölək. 3-ə ixtisar getsin. 3-ə ixtisar gedəndə nə olar? 3-ə ixtisar gedəndə burada 24 qalır. Burada 5 qalır. 24-ü də 5-ə böləndə neçə eləyir? 4,8 eləyir. Bəli, 4,8 olacaq cavabımız C variantı. Keçək çalışmağa 5-ə. Misal 5. 5-ci misala keçək görək. Katetlər 6 və 8 olan cübcalı üçbucağın hipotenuzuna çəkilmiş hündürlüyün uzunluğunu tapın. Bax, burada maraqlı bir misaldır. Rahat sualdır. Biz burada sahə düsturlarını bilməklə bunu tapa biləcəyik. Yəni qaydaya görə də. Katetlər 6, 8 isə Pifagor teoreminə görə necə olacaq? 6 kvadrat üstə gəl 8 kvadrat 100 eləyir. 100-dən də kök çıxanda 10. Yəni hipotenuzumuz olacaq 10. Cübcalı üçbucağın hipotenuzu çəkilmiş hündürlüyü. Yəni hipotenuzu çəkilmiş hündürlüyü tapanda nə edirik? H. Bunu H eləsək, 10-un H-a hasili 6-nın 8-ə hasilidir. Yəni bu da aradan çıxır sahə düsturlarından. Cübcalı üçbucaqda sahə düsturu 6 vur 8 bölü 2-dir. Ümumi üçbucağa görə baxsaq H vur 10 bölü 2. 2-lər gedəndə orada yəni 10 vur H-mız bərabər olacaq. Yəni hipotenuzu çəkilən hündürlüyün hasili katillərin hasilinə bərabərdir. Buradan hündürlük nə çıxır? 6-nı 8-ə vuranda 48, 48-i 10-a bölmək lazımdır. O da bərabərdir eləyir 4,8. Yəni cavabımız B variantı olar. Keçək biz 6-cı suala. 6-cı sualda 6-cı sual nə verilir? 6-cı sual. Təpə bucağı 120 olan bərabər yanlı üçbucağın çəkək. Təpə bucağı 120 olan bir bərabər yanlı üçbucaq çəkək. Yaxşı, belə çəkdik. 120 dərəcədir. Bərabər yanlı üçbucağın oturacağı 18-dir. Oturacağı endirilmiş hündürlüyün uzunluğunu tapın. Baxın, oturacağı 18-dir deyilir. 18-dir burası. Bunlar da bərabər yanlıdır. X-dən X-dir. Götürək. Bura çəkilmiş. Bura çəkilmiş. Nəyi tap deyir bizə? Hündürlüyün uzunluğu. Bu hündürlük həmçinin nədir? Bərabər yanlı üçbucaqda tənbələndir. Bura 60, bura 60 olar mı? Yəni təpə bucağı 120-dir, 2-yə bölünür. 60 dərəcə düşür. 60 60 isə burada 90 isə burada 30 olar mı? Bizə nəyi deyir? Hündürlüyün uzunluğunu tap deyir. Elə H-ı tap deyir bizə. Həm də nədir? Biz bilirik mediandır. Onda median olduğuna görə 2 bərabər hissəyə bölünür. Yəni burası 9 olacaq. 18 2-yə böləndə burası da 9 olar. 9-dursa 60-ın qarşısındakı cübcalı üçbucaqdan 30, 60, 90 qaydasına görə biz nə bilirik uşaqlar? 30-un qarşısındakı katet, yəni H hipotenuzun yarısına bərabərdir. Yəni x'imiz burada 2H olur. 60-ın qarşısındakı da digər katetin nəyidir? Kökdə 3 müsün. Yəni digər katet H-dır burada. H-ın kökdə 3 müsün nəyə bərabər olur? 9-a bərabər olur. Yəni 60 dərəcənin qarşısındakı kadetə. H-ı tapanda biz nə edirik? 9-u kökdə 3-ə bölürük. Bunu da məxrəcini irəsanadan azad eləsək, nə edirik? 9-u kökdə 3-ə vuracağıq. Həmçinin kökdə 3-ü də kökdə 3-ə vururuq. Kökdə 3-ü kökdə 3-ə vuranda eləyir 3. Bu da 9 kökdə 3. 9 3-ə böləndə ixtisar gedir. 3 qalır. O da bərabərdir. 3 kökdə 3 qalır. Yəni cavabımız C variantı olar. 6-da. Keçək biz 7-ci suala. 7-ci sualda nələr var? Deməli, şəkildə verilənlərə görə AB parçasının uzunluğu
2 santimetrdir. Qəşəng maraqlı sual oxşuyur. 7-ci sual. Birinci şəkli çəkək biz. Burada düzbucaqlı üçbucaqları alınacaq. Görürsünüz uşaqlar belə. Yəni biz nə edirik? A ilə C-ni birləşdirəcəyik. AC diaqonalı. AC təpələrini birləşdirəcəyik. A, B, C, burası düzbucaqlı üçbucaq alınır. Burada da düzbucaq alınır. CD, burası 5, burası 10 kökdə 2, sonra 12 və nəyi tapdıq? AB parçası uzunluğu. AB parçasının uzunluğunu x götürsək, biz bunu da birləşdirsək, A ilə C-ni birləşdirəndə, görürsünüz, A ilə C-ni birləşdirsək, burada 2 dənə düzbucaqlı üçbucaq alınır. Üçbucaq ABC və üçbucaq ADC. Buradan, bu hissədən, yəni üçbucaq ADC-dən biz Pifaqor teoreminə görə AC-ni tapaq. Yəni AC kvadratımız nəyə bərabərdir? Kvadratı tapaq, elə saxlayaq. Katetlərin kvadratları cəmi, yəni 5 kvadratı üstə gəl, 10 kökdə 2-nin nəyi? Mötərizə kvadratı. O da bərabərdir, 5-in kvadratı eləyir 25, üstə gəl 10 kvadratı, yəni hər ikisinə aiddir. 100 vurulsun neçə? Kökdə 2-nin də kvadratı 2. Cəm eləyər 225. Bu 225 qalsın burada. Üçbucaq bu tərəfdən yazaq, elə bunun altından. Üçbucaq ABC-dən də biz nə bilirik? X-in kvadratı nəyə bərabərdir? Oradan hipotenuz AC kvadratı, yəni AC hər ikisi üçün hipotenuzdur. AC kvadratı çıx, nə yazırıq? Çıx, nə yazırıq? AC kvadratı çıx, 12 kvadratı. O da bərabərdir. Biz nə bilirik? AC kvadratımız elə 225-dir. Çıxılsın. 12 kvadratı 144-dür. O da bərabər 81. Yəni x-in kvadratı 81-dirsə, yəni AB kvadrat 81 isə x-imiz nə olur? Kökdə 81, o da yəni kök nə çıxır? 9 çıxacaq. Yəni cavabımız 9 olacaq. 9 santimetr olar. Cavabımız 7-də. Bu belə. Keçək biz 8-ci suala. Keçək biz 8-ci suala. Deməli, İki fəali işi birlikdə 4 saatı, birinci fəali isə təklikdə 6 saatı yerinə yetirir, ikinci fəali təklikdə bu işi neçə saatı yerinə yetirər. Deməli, düsturumuz var. Düsturunu yazsaq, birlikdə işləyəndə necə eləyirdik? A-nı B-yə vurub, nə edirdik? A üstə gəl B. Yəni, cəminə bölürdük. İki fəhlə birlikdə işi 4 saatı. Yəni, bu 4 saatdır. Belə götürək. Yəni, düsturumuz belədir. Həmin düstur. Birinci fəhlə işi təklikdə 6 saatdır. Tutaq ki, A, yəni birinci fəhlədə 6 saatı yerinə yetirir. 6 vur B-imiz bölürük nəyə? 6 üstə gəl B-yə. Ümumi birlikdə neçə saatı görür? Bu işi 4 saatı görür. Buradan da çarpaz vursaq, yəni 4 vurulsun 6 üstə gəl B bərabərdir 6B. Buradan 4-ə 6, 24 üstə gəl 4B bərabər 6B. 6B-dən 4B sağa keçsin. 6B-dən 4B çıxanda 2B eləyir. Bu solda da 24 qalır. 24 bərabər 2B qalır. Yəni 2B-imiz bərabər 24. Belə götürək. B-imiz də olacaq 24-ü 2 böləndə 12 saat. Yəni o biri fəhlə neçə saata yerinə yetirir? Təklikdə 12 saata yerinə yetirir. 12 saat. Bu belə. Keçək 9-cu çalışmaya. 9-cu misala. Üçbucağın xarici bucaqları 3, 4, 5 nisbətində üçbucağın ən kiçik daxili bucağını tapın. Deməli, belə bunun şəklini də çəkək, daha rahat görsənsin. Baxaq, üçbucağımız var. Belə bir üçbucaq var. Xarici bucaqlar 3, 4. Xarici bucaqlarını çəkək, biraz belə göstərək və belə. Xarici bucaqların hansı nisbətlərdədir? 3, 4, 5 nisbətində. Götürək 3x, 4x və 5x götürək. Deməli, bizə nə deyir? Bizdən nə soruşur? Üçbucağın ən kiçik daxili bucağını tapın. Üçbucağın ən kiçik daxili bucağı hansı olacaq? Yəni, ən böyük xarici bucağı olan. Ən böyük xarici bucağı da burası da, yəni 5x. Yəni, biz buranı tapmalıyıq, bu hissəni. Yəni, y götürək buranı. Biz nə bilirik? Üçbucağın xarici bucağının xassəsindən xarici bucaqların cəmi nə olmalıdır? Yəni, 3x üstə gəl 4x üstə gəl. Üçbucağın xarici bucaqlarının cəmi eləyir neçə? 360 dərəcə. 360 dərəcə. Buradan alınır 7x üstə gəl 5x 12x bərabərdir 360 dərəcə. 360 dərəcə. X-i tapanda 360 12 böləndə neçə eləyir? 30 dərəcə. Yəni 30. 5 vurulsun x-imiz olacaq, yəni bu tərəf olacaq 5 vur 30, yəni 150 dərəcə. Ən kiçik daxili bucağı da olacaq 180-dən qonşusu da bunun. 180-dən 150 çıxanda 30 dərəcə eləyər. Yəni
Cavabımız olacaq B variantı. Keçək 10-cu suala. Keçək 10-cu suala. Deməli, ədədi 4 dəfə artırdıqda ədəd neçə faiz artır? Biz bunu misal üzərində də göstərə bilərik. Yəni, düsturla da yaza bilərik. Belə bir şey eləyək. 4 dəfə artırdıqda neçə faiz artar? Məsələn, tutaq ki, ədəd götürək. X 100% götürək. Eləmi? 100% götürək. 4 dəfə artırdıqda, 4 dəfə artırdıqda nə deməkdir? Yəni 4 misli, 4-ə vuracaq. 4 vur x. Neçə olar? X, yəni düz mütənasib kəmiyyətlərdir. X 100%-i 4x nə olacaq? 400% olar. Yəni o da 4-ə vurular. Neçə faiz artdı? Ədəd. Yəni 300% artdı. 400%-dən nəyi çıxırıq? Biz 100%-i çıxırıq. O da bərabər neçə eləyər? 300% artar. Belə də tapmaq olar. Bizim düsturumuz da yəni ədəd n dəfə artanda, onu da yazaq. Ədəd n dəfə artanda, n dəfə artanda n çıx 1 vurulsun 100% qədər artar. Yəni bu qədər faiz artar. Qədər artar. Yəni neynirik? 4 dəfə idi. Burada 4-dən 1 çıxırıq. 3, 3 vurulsun 100, 300% artacaq burada da. Yəni B variantı. Belə. Keçək biz 11-ci suala. Bu sualla biz hissə 1, yəni part 1-i bitirəcəyik. İnşallah sabahları tezdən part 2 gələcək 9-cu siniflər üçün. 11-ci sual keçək görək. 11. 11. Keçək 11-ə. Deməli, 11-ci sualı yazsaq. Deməli, nə deyilir? ABC üçbucağının birinci çəkək biz ABC üçbucağını. Yaxşı mı? Çəkək biz ABC üçbucağını. ABC üçbucağı. ABC üçbucağı. Üçbucağının BD ve CF medyanları. Medyanlar da çəkək. Bax, medyanlar deyilir bizə. Medyanlar. CF də medyandır. Aha. Bax, CF bir də nədir? BD medyanları. Perpendikulyardır. Perpendikulyardır. CF'imiz ümumi 12'dir. Bax, kəsişmə nöqtəsində nə olacaq? Kəsişmə nöqtəsində bura 2K, burada K olur da, elə deyil. Bura 2X, burası da X olur da. Onda biz belə götürək. Yəni 12-ni bir 3-ə bölürük də. Yəni burada 2K üstə gəl K'mız nə olur? K üstə gəl K'mız eləyir 3K. O da bərabərdir neçə? 12-yə. Buradan K'mız nə alınır? 4 alınır. Onda burası. Buranı birbaşa yazaq biz 8 ilə 4. Yəni 2-nin 4 nisbətən 8 ilə 4 olacaq. O birisi də birbaşa bildik. Yəni 3-ə bölürük 9-u 3 eləyir. O da ki burası 6. O birisi də neçə eləyər? Deməli belə. Burası 6. Burası da neçə eləyir? 3 eləyir. Deməli belə. Perpendikülər olarsa deyir ABC haradır? ABC üçbucağının sahəsi neçə santimetr kvadratdır? Ümumi nə soruşur bizdən? Yəni üçbucağın sahəsi. Qəşəng maraqlı sualdır. Ümumi yəni ABC üçbucağın sahəsi. Yəni S üçbucaq ABC. Bu dimdə olan sualdır deyəsən. Dim kitabında var bu sual. Biz bunu tapaq. Deməli, perpendikulyar dedik biz. Perpendikulyarsa burada perpendikulyar olar mı? Biz belə bir şey bilirik. Ümumi S median neyinir? Üçbucağı bərabər sahəli iki üçbucağa ayırır. S üçbucaq ABD'miz nəyə bərabərdir? S üçbucaq BDC'ye. BDC'ye bərabərdir. Buna da bir S deyək, ümumi S deyək. Sonra buradan da S nəyi tapa bilərik? BDC'ni tapmaq olar da. S üçbucaq BDC'ni tapanda nə edəcəyik biz? BDC'ni tapanda. Buranı bir O eləsək, kəsişmə nöqtəsini. S üçbucaq BOC üstə gəl nə yazırım? S üçbucaq nəyə? DOC-nin cəmidir. Yaxşı mı? Bərabərdir. Buradan bu tərəfdən davam eləyək biz bunu. Sol tərəfdən davam eləsək. BOC-miz nədir? 2 dənə düzbucaqlı üçbucaq var.
BOC-miz katetlərdə 6 ilə 8 düzbucaqlı üçbucaqlardır ikisi də. 6 vur 8 bölü 2 üstə gəl nədir? O birisi də 3 vur 8 bölü 2'dir. Elə değil mi? 3 vur 8 bölsün 2. Bu da bərabərdir eləyər bizdə neçə? 2'dən 2 eləyir. 48 üstə gəl 24. O da eləyir 72 eləyir də. O da bərabər 72'ni 2 bölündə 36 santimetrinə kvadratı olar. Bu 36 santimetr kvadrat tapdıq. 36'dır. Yəni 36. Bu 36'dırsa onda bu S üçbucaq ABD'miz də 36 olacaq. Ümumi yəni S üçbucaq ABC'miz nəyə bərabər olur? 2 S-ə bərabər olur. Biz bunlara nə demişik? Ümumi S demişik də. Ümumi S demişdik. Yəni 2 vur 36. 2 vur 36. O da bərabərdir 72 santimetr kvadratı olacaq. Deməli, bu qədər. Sağ olun, salamat qalın.